Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bu günləri sizə psixomotor sahənin, yəni psixomotor taksonomiyanın izahını təqdim edəcəm. Diqqətlə qulaq asın, çox qısa bir video izahdır. Yəni bununla da psixomotor sahəni dəqiqliklə öyrənəcəksiniz. Biz bilirik ki, taksonomiya imtahanda düşən, yəni suallardan biri də taksonomiyadan olur. Ona görə də biz bütün sahələri dəqiqliklə bilməyimiz vacibdir. Psixomotor sahənin 5 mərhələsi var müəllimlər. Bunları ardıcıl bilməliyik. Birinci imitasiya, ikinci manipulyasiya, üçüncü dəqiqlik, dördüncü artikulyasiya, beşinci təbiiləşmə mərhələsi. Gəlin baxaq birinci mərhələyə. Ancaq birinci mərhələni izah etməmişdən qabaq psixomotor sahəni haqqında da deyim ki, müəllimlər, psixomotor motor hərəkət deməkdir. Yəni fiziki bacarıqlarla, hərəkətlərlə əlaqəlidir psixomotor. Yəni məsələn, idman dərsində ən çox psixomotor sahədən biz istifadə edə bilərik. Ümumiyyətlə bütün fiziki bacarıqlar, hərəkətlə əlaqəli nə varsa hamısı psixomotor sahədə cəmlənir. Birinci mərhələ imitasiyadır. Yəni şagird bir hərəkəti görüntü olaraq, yəni vizual olaraq başqasına baxıb onu təqlid edir, təkrar edir. Bir hərəkəti müşahidə edərək, canlı başqasına baxaraq təkrar edirsə, buna imitasiya mərhələsi deyilir müəllimlər. Bu fiziki inkişafda ilk mərhələ sayılır. Çünki uşaq əlbəttə ki, başqasını müşahidə etmədən, yəni ilk mərhələdə başqasını müşahidə etmədən, yəni onun fiziki hərəkətlərini görmədən onu təqlid edə bilməz, onu təkrar edə bilməz. Ona görə də imitasiya mərhələsində mütləq canlı ya görüntüyə baxmalıdır, məsələn video izaha və yaxud da ki, kimdənsə öz müəllimindən onu görməlidir və yaxud da şagird yoldaşından görüb onu təqlid, yəni təkrar etməlidir, sonra o hərəkəti özü etməlidir. İkinci mərhələ manipulyasiya mərhələsidir. Bu nədir müəllimlər? Burada fiziki bir hərəkəti birbaşa müşahidəsi olmur. Yəni özü hər hansı bir hərəkəti müşahidə etmədən, yazılı şifahi təlimata baxmadan edə bilir rahatlıqla. Buna nə deyilir müəllimlər? Manipulyasiya mərhələsi. Yəni yazılı təlimata, tutaq ki, müəllim hər hansı bir A4 vərəqində yazılı təlimat verir, uşaq o hərəkəti ona baxaraq idman dərsində təkrar edirsə, buna manipulyasiya mərhələsi deyilir. Və yaxud da müəllim şifahi olaraq ağızdan, yəni hərəkətləri deyirsə şagirdlərə, şagird də onu şifahi olaraq götürürsə özünə, yəni onu icra edirsə, buna manipulyasiya mərhələsindədir demək. Yəni manipulyasiya mərhələsində müəllimlər əyani nümayiş deyil, yazılı və şifahi deyil, göstərişin köməyi ilə həyata keçirilir. Yəni burada əyani görüntü vasitəsilə heç nəyə baxmır manipulyasiya mərhələsində. Sadəcə olaraq yazılı və şifahi göstərişlə yerinə yetirir hərəkətləri. Üçüncü mərhələ dəqiqlik mərhələsidir. Burada da yazılı təlimat yoxdur, şifahi təlimat yoxdur müəllimlər. Hər hansı bir görüntü, vizual model yoxdur. Heç kəsin köməyi yoxdur, müdaxiləsi yoxdur. Özü tək başına müstəqil şəkildə hərəkətləri yerinə yetirir və burada səhvlər olmur demək olar ki, çox cüzi səhvlərlə yerinə yetirir hərəkəti. Deməli, heç nəyə baxmadan, heç bir şifahi izaha qulaq asmadan, heç bir görüntünü izləmədən, müşahidə etmədən özü müstəqil şəkildə hərəkətləri yerinə yetirirsə, bu hansı mərhələdir müəllimlər? Dəqiqlik mərhələsi. Keçəyin dördüncü mərhələ, artikulyasiya mərhələsi. Bu nədir müəllimlər? Burada müxtəlif fəaliyyətləri birləşdirərək ardıcıl sürətlə dəqiqlə yerinə yetirir. Yəni bu nə deməkdir? Bir də vəziyyəti müəllimlər, deyir məhsulu yeni vəziyyətə uyğunlaşdırmaq üçün dəyişdirir. Tutaq ki, bir hərəkət edir, görür o hərəkətin sonunda şagird qalib gəlməyəcək. Tutaq ki, idman yarışında şagirdlər qaçırlar və şagird həmin yarış momentində, belə deyək, anında qaçan zaman görür ki, şagird yoldaşından geri qalacaq və tez fəndləri artıq dəyişdirir. Yəni yeni vəziyyətə uyğunlaşmaq üçün. Bu zaman dəyişəndə nədən istifadə edir? Artikulyasiyadan. Yəni məhsulu yeni vəziyyətə uyğunlaşdırmaq üçün dəyişdirirsə artikulyasiyadır. Və yaxud da ardıcıl, hərəkətləri ardıcıl yerinə yetirirsə. Yəni idmanda biz bilirik ki, hərəkətləri ardıcıl yerinə yetirmək var. Hər hansı bir hərəkəti tutaq ki, hündürlüyə tullanmaq üçün lazım olan bacarıqlar var ki, yəni o bacarıqları ardıcıl şəkildə yerinə yetirirsə, bu artikulyasiya mərhələsidir müəllimlər. Müxtəlif fəaliyyətləri birləşdirərək yerinə yetirirsə, bu da artikulyasiyadır. Bəs təbiiləşmə nədir? Təbiiləşmə, yəni təbii hal halına gəlib artıq burada.
Yəni avtomatik yerinə yetirir hərəkətləri. İntuitiv deyil, avtomatikləşmiş şəkildə yerinə. Yəni onda artıq bu hərəkətlər adi hal halına gəlib çox. Çünki o qədər o hərəkətləri edib ki, artıq bunda vərdiş halına gəlib müəllimlər bu hərəkətlər. Bir bacarığı asanlıqla yerinə yetirir, tez bir zamanda yerinə yetirir. Zehni gərginlik olmur. Avtomatik şəkildə yerinə yetirir hər hansı bir bacarığı, hərəkəti. Yəni artıq burada hərəkətlər vərdişə çevrilirsə buna nə deyilir? Təbiiləşmə. Heç bir səhv olmur. Heç nəyə baxmadan şagird bacarığı asanlıqla tez bir zamanda avtomatik şəkildə yerinə yetirirsə buna təbiiləşmə mərhələsi deyilir. Müəllimlər, görürsüz, tez bir zamanda 5-6 dəqiqə içərisində artıq psixomotor sahəni bitirdik. Yəni diqqətli olun. Bütün taksonomiyada taksonomiyanın dərinliklərini bilmək vacibdir. Substantiv olaraq mənasını başa düşmək vacibdir. Bu günləri psixomotor sahəni öyrəndik. Kanalımıza abunə olun, dəstək olun ki, yeni video izahlar qarşınıza çıxsın müəllimlər. Əməyə sayğı olaraq hər birinizə təşəkkür edirəm. Sağ olun, hər birinizə uğurlar arzu edirəm.